Tanınmış balet ustası, Beynəlxalq Xoreografiya Akademiyasının fəxri akademiki Samir Səmədovdur. Küsüb gedib deyirlər opera və balet teatrından. Bir də Azər Uzazadə, opera müğənnisi. Bunlara da aydınlıq gətirsəniz. Samirin dərdini bilirəm, Azərin dərdi nədir? Bilmirəm, sadəcə deyilənə görə onu da burada incidiblər. Hansı şəkildə? O tərəfini dəqiq bilmirəm. Azər bəyin sadəcə adı çəkilir postlarda. Çıxsın, qoy desin, nə harda onu incidiblər, nə iniblər ona. Mənim bu məsələdən xəbərim yoxdur. Mən özüm Azər müəllimlə neçə ildir tanışam. Heç bir teatra qarşı, teatrda ona nə töhmət verilib, nə hörmətsizlik olub, tamaşa oxuyub, bəzən imtina edib, müəyyən səbəblərə görə olub belə şey. İndi, amma heç kim onu nə işdən çıxardıb? Azərin dərdi nədir? Bilmirəm. Sözün düzü, bilmirəm. Amma yenə də indi rəsmi şəkildə əgər müraciət eləsə, bir şikayət yazsa mənim adıma, mənim xəbərim olar. Amma indiki hal-hazırda situasiyada mən heç bir söz deyə bilmərəm. Çünki Azərin problemindən mənim xəbərim yoxdur. Bəs Samir? Samir bəy öz xoşu ilə çıxıb teatrdan. Çox istedadlı bir artisti, istedadlı. Mən onu deməliyəm, bir peşəkar insan kimi deməliyəm. Onu istedadlı adamdır. Amma bilirsiniz, Əzizə xanım, mən sizə bir söz deyim. Bizim ixtisasda ancaq istedadlı olmaq bəs deyil. Başqa fakt, sən insanlarla işləyirsən, insanlarla ünsiyyət qurursan. Bilirsiniz, bu qalmaqal qutarmırdı bu teatrda. Söz-söhbət qutarmırdı. Yəqin siz görmüsünüz, əgər siz Samir Səmədovu izləyirsinizsə, yəqin görmüsünüz də, teatr hələ çalışanda, teatrın səhnəsində axırda balet ustaları çıxır tamaşadan sonra, baletdən sonra və tamaşaçılar onları alqışlayır. Siz gördünüz də o videonu. Qaça-qaça çıxır səhnəyə, o birisi Nigar İbrahimov, bizim gözəl bir solistimiz var, baletçi, itələyir qızı. Qız gedir, yıxılır, şey olar. Onda da mən, necə deyərlər, yenə də Samirin nə töhməti oldu, nə işdən çıxarılması, öz ərizəsini yazdı ki, çünki artıq o bu mühitdə çalışa bilmirdi. Onun ixtiyarıdır, onun haqqıdır. Mən bunu demək istəyirəm. Əgər hər kəs başqasına, müğənniyə, balet artistinə qoyduğu hörməti əgər özünə elədiyi hörmətə, istədiyi hörmətə uyğun eləsəydi, heç bir problem yaşanmazdı burada.